Tərk eləyəcəyi dəqiqləşən Karvandır və yaxşı ki də tərk eləyir. Yəni bu cür klublar çempionatın biz bayaq dedik hakimlər necə yarışın səviyyəsinə, ümumi futbolun inkişafına təsir edir. Bax elə bu cür klublarda bəli, sadəcə kimisə yerini tutur. Yəni bu yanaşma, bu baxış, bu problemlərlə nə məcburdaq? Yəni adama deyirlər, niyə sən demiş. Mingəçevirin gözəl fanat orada futbol mədəniyyəti. İnfrastruktur var. Futbol coğrafiyası genişlənir. Var. Əsas məsələ bir klub ki, yanvarda. Yəni şəfada olmayanlar burada var, saya bilərik. Bir klub ki, yanvarda artıq biz Premyer Liqaya qalxmaq ehtimalımız var deyib, stadion təmirinə başlayır. Həmin işi Premyer Liqada mübarizə aparan İmişli və Karvan artıq uzun aylardır bacarır. Artıq mövsüm bitir bacarmadı. Əslində play-off oynaya bilərdi bu komanda. İndi bir qədər işləri çətinləşdirib, amma yenə şansları var. Yeri gəlmişkən növbət tur Şəfa ilə oynayırlar evdə və çox maraqlı qarşılaşmada. Şəfa bu günləri meydanı doldura biləcəkmi yoxsa? Yox, suyun azarkeşlər olacaq orada. Amma Mingəçevirdə yerli cəmaət gələcək meydana. Şəfa ilə bağlı mən nə demək? İndi orada məşqçi işi var, futbol var, idman tərəfindən əziyyət var, nəticə var. Bu çox çətindir. Ona görə Şəfanın kölgədə təbrik düşürəm. Mənə hərdən söz veriblər, ümid eləyək ki, bacaracaqlar. Sırf yerli futbolçularla oynayacaqlar. Müsbət tərəfləri var, danışsaq. Amma bir məsələ var ki, yenə də paytaxt klubudur hardan baxsan. Və belə bir sual verirəm. Belə bir mənzərə var. Sanki bir gün Şəfa gələr, oynayar. Düzdür, rəng qatmayacaq çempionata. Amma sanki bu klubda belə bir ab-hava var. Bir gündə dağıla bilər. Yəni bir gündə hər şey bitə bilər bu klubdan. Bax elə bir atmosfer. Bayaq mən dediyim süniləşmiş bir proyekt ola bilər. O süni proyekt ola bilər. Əlsə ən azı bir kəpəz olacaq. Ən azı bir Turan Tovuz olacaq. Mingəçevirin gəlişi. Bəli. Amma Şəfanın gəlişi ən azı ən aşağıda bir Səbail bir keçmiş keçmə. Hansı bölgədə? Bakı.